Salam, hər vaxtınız xeyir olsun. Sizə bu videoda maraqlı bir isbat təqdim edəcəm. Başlayaq suala. Belə bir iki dənə düzbucaqlı üçbucaq verib. Deyir, isbat edin ki, minimum D1, D2-nin cəmi üçün alfa bərabərdir beta olmalıdır. Yəni D1 ilə D2-nin ən kiçik qiymət olması üçün alfa ilə beta bir-birinə bərabər olmalıdır. Bu məsələni həll etmək üçün əvvəlcə belə bir şərt qəbul etməliyik ki, x plus y cəmi sabit olmalıdır burada. Yəni bu cəm hər hansı bir ədəddir. Misal üçün C. Onda belə çıxır ki, burada y bərabərdir x, daha doğrusu c minus x yaza bilərik. C minus x yaza bilərik. D1 ilə D2 cəmində bir dənə ifadə qəbul edək. Misal üçün onu D desək, D də D1 ilə D2-nin cəmidir. Bizdən istədiyi D1, D2 cəminin ən kiçik qiymətidir. Bu isbatı yazmaq üçün törəmədən istifadə edə bilərik. Çünki ifadənin ən kiçik qiymətini tapmaq üçün əgər ən kiçik qiyməti varsa, həmin nöqtə törəmə sıfırdır da. Yəni D1 ilə D2-ni biz funksiya şəklində yazsaq, əvvəlcə qıraqdan yazıram. D1 bərabərdir Pifaqor teoremindən kök altında x-in kvadratı plus a-nın kvadratıdır. D2 də bərabərdir kök altında c minus x-in kvadratı üstə gələk b-nin kvadratıdır. Deməli, gətirib yerinə yazıram burada. Olur belə, kök altında x-in kvadratı plus a-nın kvadratı üstə gələk kök altında c minus x-in kvadratı üstə gələk b-nin kvadratı. İndi mən d-nin ən kiçik qiymətini axtardığım üçün bunu törəməsini alıram. Sağdan da soldan törəmə alsaq, olur d iştirik bərabərdir. Kök altında x-in sizə törəməsi məlumdur. Əgər törəmə dərsindən agahsızsa, bu olur belə. 2x, yəni bunun törəməsi bölək. Burada da 2 olur təbii ki. X-in kvadratı plus a-nın kvadratı. Üstə gələk. Buranın törəməsi. Buranın törəməsi eləyir 2 vuraq c minus x. Bir də c minus x-in törəməsi eləyir mənfi x. Bölək. Burada da 2 c minus x-in kvadratı üstə gələk b-nin kvadratı. Və aydın məsələdir ki, bu törəmə bərabər 0 olmalıdır minimum qiymət alması üçün. Deməli, sonra nə edək? Biraz sadələşdirək. Buradan ikiləri ixtisar aparaq. Qalsın x bölək. Kök altında x-in kvadratı plus a-nın kvadratı. Buradakı mənfini mən çıxarıram qarşıya. Olur çıxaq. Bu 2 ilə də bu 2-ni ixtisar aparıram. Qalır burada c minus x bölək kök altında c minus x-in kvadratı üstə gələk b-nin kvadratı. Bərabər 0. İfadənin birini sağ tərəfə keçirirəm. Oradan alırıq belə. Deməli, x bölək kök altında x-in kvadratı plus a-nın kvadratı bərabərdir c minus x kök altında c minus x-in kvadratı üstə gələk b-nin kvadratı. İndi qayıdıram şərtə. Deməli, mən yuxarıda qeyd etmişdim ki, kök altında x-in kvadratı plus a-nın kvadratı bərabərdir d1-ə. Onda burada yerinə yazsaq əgər, alırıq belə x bölək d1 bərabərdir. Digərində isə y-in yerinə c minus x yazırıq. Olur belə c minus x. Məxrəzdəki bu kök altı ifadə isə d2 deməkdir. Onda burada yazıram d2. Düzbucaqlı üçbucağa baxsaq, düzbucaqlı üçbucaqdan kosinüs alfa bərabərdir x böl d1-dir. Yəni alfanın kosinusu bitişik kateti hipotenuzə bölməkdir. Onda mən x bölünsün d1-in yerinə yaza bilərəm kosinus alfa bərabərdir c minus x böl d2-nin də yerinə yaza bilərəm kosinus beta. Kosinus alfa da kosinus beta'ya o zaman bərabərdir ki, buradakı alfa ya b üstə gələk 2 pi n olmalıdır. Ya da ki, alfa bərabərdir. Daha doğrusu onu qıraqdan yazım. Ya da alfa bərabərdir. Mənfi b üstə gələk 2 pi n olmalıdır. Bizdəki buradakı bucaqlar da fikir verirsinizsə
Deməli 180 dərəcə cəmi 180 dərəcədən kiçik eləyir. Yəni alfa üstə gələk beta 180 dərəcədən kiçik etməlidir. İndi qayıtdıq bura. Burada onda belə çıxır ki, sən n-ə 1 qəbul edib, 2 qəbul edib, yəni müxtəlif qiymətlər qəbul edə bilməzsən. N məcbur 0 olmalıdır ki, alfa bərabər beta olsun. Yəni n-ə sən 1 qəbul etsən, onda alfa bərabər b üstə gələk 2pi olur. Bu da 360-ın üstə beta gəlməkdir. Yəni bucağımız 180-dən böyük deyil heç cəmi. O da qala ki, birinin üzərinə 360 gələsən. Biri olur bu. Digərində isə alfa bərabərdir mənfi b üstə gələk. N-ə misal üçün burada qəbul etsək 0, alfa bərabər mənfi b olur. Bucağın biri mənfi olur. N-ə 1 qəbul etsək olur belə. Alfa bərabərdir 2pi, yəni 360 dərəcə çıxaq beta. Buradan da betanı sola keçirsəm alfa üstə gələk beta bərabər 360 dərəcə alırıq. Bu da mümkün deyil. Bucaqlarımızın cəmi 180 dərəcədən kiçik olmalıdır. Bu getdi. Deməli buradan bir dənə yeganə hal olur. Alfa bərabərdir beta halı. Yəni buradakı bucaqlar bir-birinə bərabər olduqda D1 ilə D2 cəmi ən kiçik qiyməti almış olur. Buna aid topulda misal var, hərəkət və oxşarlıqda. Onu müxtəlif üsullarla yazmaq olur. Düzdür, bu yazdığımız üsulun özü biraz uzun üsuldur, amma maraqlıdır. Gəlin həmin misala baxaq. 142-ci sual verib su kanalından 36 metr məsafədə A nöqtəsində evi olan Yusifin həyətində kanaldan 28 metr məsafədə B nöqtəsində hovuz yerləşir. O kanalın üzərində elə bir yerdə su nasosu quraşdırmaq istəyir ki, həm evini, həm də hovuzunu su ilə təmin etmək üçün ən az su borusu işlətsin. Sayda 48 metr olarsa ən az neçə metr su borusu istifadə edilir. Bunu əksər adamlar bunu belə oxşarlığa gətirir, belə yəni simmetrik keçirir. Bu tərəfə nə bilim buranı belə birləşdirir, düzbucaqlı üçbucaq yaradır və s. Bu üsulla bilirəm ki, bilirsiniz. Biz yazdığımız üsulla hesablasaq əgər, fikir verin, buradakı bu biz yazmışdıq C, həmin C 48 və sabitdir. Bunun üzərində hər hansı bir nöqtə götürürük. Tutaq ki, bu nöqtə. Bura qurulaşdırırıq. Yəni buranı birləşdirirəm. Və biz dedik ki, alfa ilə beta bərabər olmalıdır. Onda bura alfadırsa, burada olmalıdır alfa. Onda məcbur bura bir beta yazsaq, burada bir beta olar. Mən bura əgər bir A yazsam, onda bura olmalıdır 48 çıx A. Çünki ümumi 48-dir. Və onda tangens alfa nəyə bərabərdir? Tangens alfa qarşı kateti bitkiyə bölməkdir. 36 böl A. Həm də buradakı düzbucaqlı üçbucaqdan tətbiq etsək, 28 bölünsün 48 minus A olmalıdır. Bunun hər tərəfini 4-ə bölsəm, burada 7 qalar, burada 9. Çarpaz vursaq 7 dənə A bərabərdir, 9 vurulsun 48 minus 9A. 16 A bərabərdir, 9 vur 48. A bərabərdir 27-yə. A-nı tapdıq 27, onda bura yazıram 27. 48-dən 27 çıxanda burada olur 21. Pifagor teoremi tətbiq edərək kateti tapa bilərik, hipotenuzu tapa bilərik. Bura bir D1 yazsam. D1-in kvadratı bərabərdir 36-nın kvadratı üstə gələk 27-nin kvadratı. Buradan da 9-un kvadratını kənara çıxartsam, yerdə qalar 4-ün kvadratı üstə gələk 3-ün kvadratı. D1-in kvadratı bərabərdir 9-un kvadratı. 4-ün kvadratına 3-ün kvadratını toplayanda 5-in kvadratı eləyir. Buradan D1 bərabərdir 9 vurulsun 5, yəni 45. D1-i tapdıq 45. Sonra baxaq, bura bir D2 yazaq, D2-ni hesablayaq. D2-nin kvadratı bərabərdir 28-in kvadratı üstə gəl 21-in kvadratı. Çünki bu katet 21-dir. Buradan da 7-ni çıxarıram kənara, 7-nin kvadratını, yerdə qalır 4-ün kvadratı üstə gəl 3-ün kvadratı. D2-nin kvadratı bərabərdir 7-nin kvadratı vuraq. 4-ün kvadratına 3-ün kvadratını cəm 5-in kvadratı eləyir. Buradan da D2-ni tapıram 35. Bizdən D1 üstə gəl D2-nin ən kiçik qiymətini istəyirsə, o da eləyir 45 ilə 35-in cəmi bərabərdir 80. Yenə deyirəm, üsul biraz düşündürücü üsuldur. Yəni istəsəz bu misalı həll etmək üçün burada oxşarlıq yarada bilərsiniz və s. bu şəkildə düzbucaqlı üçbucaqla. Amma biraz fərqli üsul olsun deyə çəkib paylaşdım.
Belə nəsə sualınız olsa şərh yerində bildirməyi unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək.